Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. İnşallah ki, yaxşısınız. Başlayalım dərsimizə. Bu günlərim sizinlə 9-cu sinif ədəbiyyat dərsliyindən Mikail Müşfiqin Həyat Sevgisi əsərini keçirik. Çox möhtəşəm bir əsərdir və Mikail Müşfiq yaradıcılığının demək olar möhürünü vurmuş əsərlərindən biridir. Və başlayırıq Həyat Sevgisi əsəri ilə, amma ilk öncə sizdən xahiş eləyəcəm ki, kanalımıza abunə olmağı, videonu paylaşmağı və dərslərimizi bəyənirsinizsə, təbii ki, bəyənmə butonunu basmağı yaddan çıxartmayın. Başlayalım. Həyat Sevgisi Mikail Müşfiq. İlk öncə yuxarıda suallar verib, gəlin o suallarla deməli tanış olağın. Mikail Müşfiq haqqında da sizə qısa bir məlumat verim ki, Mikail Müşfiq 1908-ci ildə Bakı yaxınlığındakı Xızı rayonu ərazisində dünyaya göz açıbdı və zəngin poeziyası olubdu. Azərbaycan poeziyasının demək olar ki, ən sevilən şairli, dövrünə görə ən sevilən şairlərdən biri olubdu və Mikail Müşfiq bütün dövrlərdə, hal-hazırda onun əsərləri bütün dövrlərdə aktualdır və dərsliklərdə özünə yer tapıbdı. Və Mikail Müşfiq Sovet dövrünün repressiyanın qurbanlarından olubdu. 1937-ci il repressiya qurbanlarından olubdu və xalq düşməni adı altında deməli damğalanaraq qısa bir müddət ərzində də güllələnibdi. Bu qədər mənə elə gəlir Mikail Müşfiq haqqında məlumat sizin üçün bəsdir və onun sonradan qalan əsərlərini də həyat yoldaşı Dilbər deməli kitab şəklində Rəsul Rızanın köməkliyi ilə kitab şəklində ərsəyə gətirmiş və xatirələrim adı ilə saxlamışdır. Başlayaq. Yada salın deyə belə bir rubrikamız var. Yada salın deyir burada. Sənətkarların yaşamaq, yaratmaq istəyini əks etdirən hansı əsərlərlə tanışsınız? Sənətkarların deyəndə ümumiyyətlə bir çox sənətkarlar var ki, onların yaşamaq istəyi əks olunan əsərlər var. Bu demək olar bütün demək olar ki, bütün şairlərimizdə var bu. Məsələn, Bəxtiyar Vahabzadə yaradıcılığında bilirik ki, bu tipli əsərlər daha çoxdur. Yəni yaşamaq, yaratmaq istəyini əks etdirir. Məmməd Arazda daha çoxdur. Mikail Müşfiqin özünə nəzər salanda isə Mikail Müşfiqin yenə O Bağ Olaydı əsəri var. Yağış yağır, rəqs eləyir gür damcılar. Belə bir əsəri var. Oxutar əsəri var. Bu günlərim keçə biləcəyimiz bu Həyat Sevgisi əsəridir ki, bunlar Mikail Müşfiqin deməli yaşamaq, yaratmaq istəyini əks etdirən əsərlərdir. Sonra Bəxtiyar Vahabzadədə belə Həyat deyilən bir əsər var. O əsər də ümumiyyətlə həyatın gözəlliyini, yaşamağın gözəlliyini vurğulayır. Həmən əsərdə hamısı orada deməli yaşamaq uğrunda mübarizəni, yaşamağın gözəlliyini, bu cür duyğulardan əks olunur. Bu kimi əsərlər deməli dedik ki, Mikail Müşfiqdə də var. Yenə O Bağ Olaydı, yenə Yığışaraq Biz O Bağa Köçəydiniz, yenə muradımızca könüldən kəm alaydıq, sizə qonşu olaydıq. Belə bir əsərləri var onun. Sonra Yağış Yağır kimi əsəri var. Yağış yağır, rəqs eləyir gür damcılar. Bu kimi əsəri var. Oxutar səni kim unudar. Sonra Həyat Sevgisidir ki, çox möhtəşəm bir əsərdir. Ömrünün son illərində yazıb bu əsərini. Və bu əsərlərdə deyir, diqqətinizi daha çox çəkən nə olubdu? Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olubdu? Belə bir sual verir bizə. Təbii ki, keçmişə, təbiətə, sevgi dolu həyata müəllifin bağlılığı bu əsərlərdə göstərilir ki, bunlar da mənim üçün təsirli hisslərdir ki, demək olar onu şairin bütün əsərlərində, Mikail Müşfiqin bütün əsərlərində ortaq yazılıbdır. Bütün əsərlər üçün bu hisslər, duyğular ortaq götürülür. Yaşamaq eşqi, azadlıq, gözəllik axtarışı, dostları dəyərləndirmək kimi duyğular bu əsərlərdə öz əksini tapır. Düşünün deyilən bir rubrika var. Düşünün rubrikasında bizdən nə istəyir? Deyir ki, sənətkarın şəxsi narahatlığını
əks etdirən əsərlərin yazılmasına səbəb sizcə nə idi? Nə ola bilər? Daxili narahatlığı var idi. Yaşadığı dövrdəki daxili narahatlıqlar var idi ki, xalqını düşünən biri idi və xalqın, dövrün ağrısını bu şeirlərə yazıb tökürdü ki, onları bizə çatdıra bilsin. Deməli, xalqın, dövrün ağırlığını bu şeirlər vasitəsilə bizə çatdırmağa çalışırdı. Daxili narahatlığını paylaşmaq istəyirdi. Öz dərdini, narahatlığını, qorxusunu, sonra tənhalığının özünü bu əsərlərdə bizə ifadə etdirməyə çalışırdı. Daha sonra oxudu, deyir, aydınlaşdırın. Oxuda aydınlaşdırın. Nəyi aydınlaşdıracaq? Bizə tanış olmayan sözləri əsəri oxuduqca nə qarşıma çıxacaqsa deyəcəm. Dəftəriniz, qələminiz qarşınızda olsun ki, qeydlərinizi aparasınız və əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin deyir bizə. Oxuduqca yenə də qarşıma çıxan hər bir deməli nöqtəyə, hər bir ifadə vasitəsinə, hər bir çətin məqamlara toxunmağa çalışacağam. Ümumiyyətlə həyat sevgisinin mövzusu nədir? Həyat sevgisi, həyata eşqi, həyata olan eşqini bizə çatdırmağa çalışıb burada. Əsər deyim sizə 1935-ci ildə yazılıbdır. Başlayağın, oxuyağın, sonra bu əsər haqqında sizə bir sıra məlumatlar verərəm. Həyat sevgisi. Ah, mən bugündən günə gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, könül günəş kimi parla yerində. Göylərin lacivard ətəklərində gedən bu qovğadan necə əl çəkim? Baxınız, baxınız, dağın yeri sökülmüş kimi, dostlar bir cəbhəyə tökülmüş kimi, uzaqdan uzağa xam gümüş kimi, ağaran səhradan necə əl çəkim? Təbiət varlıdır, təbiət xəsis. İşlədərək onu sən ey mühəndis. Mən də qart daşlara verdiyim bu his, bu incə mənadan necə əl çəkim? Bir yanda tərlanlar, dumanlı dağlar. Bir yanda kəkliklər, ayna bulaqlar. Bir yanda bülbüllər, çiçəkli bağlar. Mən bu tamaşadan necə əl çəkim? Həyat dedikləri bu keşməkeşdən, qəlbimdə, qanımda yanan atəşdən, gecədən, gündüzdən, aydan, günəşdən, bu əngin fəzadan necə əl çəkim? Qarşımda dalğalı, dərin bir ümman. Ümmanı sarsıdır acı bir tufan. Beyaz köpükləri bir çiçək yapan şeirdən, xülyadan necə əl çəkim? Ulduzlar fikrimin çıraqbanıdır. Bulut xəyalımın karivanıdır. Səma ki hissimin aşiyanıdır. Böylə bir səmadan necə əl çəkim? Xəzan acısına edib təhəmmül, gülün kölgəsində ötəndə bülbül. Həyat, həyat deyə çırpınır könül, könüldən, sevdadan necə əl çəkim? Sən aldın aşını yeni hisslərdən. Ey cavan qəlbim, qələmim düşmə bəhərdən. A dostlar, ay dostlar, söyləyin mən bu hünərdən, bu təbi vəladan necə əl çəkim? Çox gözəl bir şeirdir. Yenə deyirəm, ömrünün son illərinə deyir, ölməmişdən qabaq deyilənə görə yazılmış bir şeirdir. Əsərdə narahatlıq və təlaş hissləri hiss edirsiniz ki, narahatlıq var əsərdə, təlaş hissləri var əsərdə. Əsər neçə bənddən ibarətdir? İlk öncə ona baxırıq. 2, 4, 6, 8, 10 bənddən ibarət olan bir əsərdir və 10 bənddən ibarət olan bu əsəri gəlin biz təhlil edək. Deyir, ah mən bugündən günə gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Gündən günə gözəlləşən deyir bu dünyadan mən necə çəkim, əl çəkim deyir. Bu yerlə çarpışan, göylə əlləşən dostdan aşinadan necə əl çəkim? Dostlar deyir bir cəbhəyə, dostlardan, aşinadan necə əl çəkiləcəyini göstərir ki, mən necə əl çəkim deyir onlardan. Yəni bu dostumdan, bu yerdən, göydən, bunlardan əl çəkib həyatdan getmək olmur da, artıq ölümünü bilir. Dönmə bir şəbnəmə yaz səhərində. Könül günəş kimi parla yerində. Bir şəbnəmə dönmə deyir, yəni günəş kimi deyir, yaz səhərində deyirsən, bir şəbnəmə dönmə.
Könül güneş kimi, könülə müraciət eləyir. Ey könül deyir, könül, sən bir güneş kimi parla yerində. Könülü güneşə bənzədir ki, bir güneş kimi parla yerində. Ne var burada bu güneş kimi parla yerində deyəndə? Təbii ki, burada bir təşbih var. Göylərin lacivard ətəklərində gedən bu qovğadan necə əl çəkim? Göylərin deyir o lacivard ətəklərini bizə çatdırır ki, yəni o lacivard mavi ətəklərindən deyir, göylərin deyir o mavi ətəklərindən gedən bu qovğadan, bu yəni qovğa deyəndə yəni nə nəzərdə tuturuq? Yəni bu hissləri çatdırır bizə ki, buludlardan, bu göyün deməli mavi ətəklərindəki buludlardan, bu gözəlliklərdən necə əl çəkim deyir. Necə əl çəkim? Baxın, bu necə əl çəkimlər nədir burada? Bədii suallardır. Baxınız, dan yeri sökülmüş kimi, dostlar bir cəbhəyə tökülmüş kimi, uzaqdan uzağa xam gümüş kimi, ağaran səhradan necə əl çəkim? Baxın deyir, müraciət edir ki, baxın deyir, dan yerini görürsünüz deyir, dan yeri sökülüb deyir, burada deyir, dan yeri sökülüb. Parlamağı, dostlar deyir bir cəbhəyə əskər kimi düzülüb, dostlar deyir bir cəbhəyə əskər kimi düzülüb, bir cəbhəyə əskər kimi tökülmüş kimi. Burada ne var? Təşbih var. Sonra uzaqdan uzağa xam gümüş kimi bu ağaran səhradan pambıq tarlalarına müraciət edir ki, xam gümüş kimi görsənirdir. Bax bu buradan deyir mən necə əl çəkim deyir. Bu xam gümüş kimi pambıq səhralarını deyir ki, yəni pambıq tarlalarını deyir ki, bu tarlalardan bu cür gözəllikdən deyir. Gümüşə niyə bənzədir? Biz deyirik axı ki, qızıldır, deməli pambıqdır, neftdir. Bunlar Azərbaycanın ağ, qara qızılıdır. O cür bizə çatdırır ki, mən bunlardan necə əl çəkim? Təbiət varlıdır, təbiət xəsis. İşlədərək onu sən ey mühəndis. Mən də qart daşlara verdiyim bu his, bu incə mənadan necə əl çəkim? Təbiət deyir, həm varlıdır, həm xəsis. Burada nə var görürsünüz? Həm varlıdır, həm xəsis. Varlıdır, xəsisdirsə, deməli burada bir təzad yaradıbdır. Düzdürmü? Burada bir təzad var. İşlədərək onu sən ey mühəndis deyir. Mən də qart daşlara verdiyim bu hissdən, bu incə mənalardan, yəni necə əl çəkə bilərəm? Bir yanda tərlanlar, dumanlı dağlar, bir yanda kəkliklər, ayna bulaqlar. Tərlandı, kəklikdir, bunlar nədir? Bülbüldür, bilirik ki, bunlar quş adlarıdır. Bir tərəfdə quşları tutur, bir tərəfdə deyir dağlar var. Ayna bulaqlar, yəni dupduru suyu axan bulaqlar var, bağlar vardır. Mən bu cür tamaşadan necə əl çəkim? Bu gözəlliyi, təbiət gözəlliyini çatdırır. Həyat dedikləri bu keşməkeşdən, qəlbimdə, qanımda yanan ateşdən, gecədən, gündüzdən, aydan, günəşdən, bu əngin fəzadan necə əl çəkim? Deyir burada ki, yəni bu həyat dedikləri keşməkeşli bu həyatdan, yəni həyatın çətinliklərindən, asanlıqlarından, mənim qəlbimdə deyir, qanımda yanan o ateşdən, həyatla deyir, yəni mən həyatın hər bir çətinliyindən zövq alan insanam deyir. O həyat qəlbimdə yanan deyir, o ateşdən, həyat ateşindən. Bunun gecəsi var, gözəllik, gecəsi bir gözəllikdir, bir aləmdir. Gündüzü bir gözəllikdir, bir aləmdir. Mən bunlardan deyir necə əl çəkim? Mən o aydan, günəşdən, göydəki fəzaları belə göstərir ki, bu əngin fəzadan, bu gözəl fəzadan, bu görülənlərdən mən bunlardan deyir necə əl çəkim? Bunları bizə çatdırır ki, mən bunlardan necə əl çəkə bilərəm deyir. Yəni əngin deyəndə sonsuz nəzərdə tutur da, əngin fəzadan, yəni sonsuz fəzadan, sonsuz şəkildə olan o fəzadan deyir mən necə əl çəkim? Əngin sözünü qeyd eləyin, sonsuz deməkdir. Qarşımda dalğalı dərin bir ümman, ümman yəni bir dəniz, yəni bir ümman, ümmanı sarsıdır bir acı tufan, o ümmanı deyir bir tufan sarsıdır. Beyaz köpükləri bir çiçək yapan, o dəniz köpüklənəndə belə, dəniz dalğalananda ki belə beyaz köpüklər əmələ gəlir, o köpükləri bir çiçəyə bənzədir.
Deyir o beyaz köpükleri bir çiçek yapan o şeirdən, xülyadan necə ər çəkim. Yəni o köpüklərə baxıb deyir, mənim ilhamım coşur da, mən şeir yazıram deyir. Köpükdən o köpüyə baxıram, dənizə baxıram, onun dənizin köpüklərindən, dalğasından onları bir çiçəyə bənzədirəm. Bu şeirdən, xülyadan, xəyallardan, xülya nədir? Xəyal deməkdir. Mən bunlardan deyir, necə əl çəkim? Ulduzlar fikrimin çırağbanıdır, yəni ətrafı işıqlandırır. Ulduzlar könlümün nəyidir deyir, çırağbanıdır. Buludlar, bulud xəyalımın kərvanıdır. Bulud da deyir, mənim xəyal kərvanımdır. Onu çatdırır ki, xəyalımın kərvanıdır. Kərvan nədir bilirik də, yəni dəvələrin bir-biri ilə qoşulub belə dalbadal getməsidir. Xəyal buludları da o dəvə kərvanına bənzədir ki, o mənim xəyalımdır deyir. Yəni xəyalımdakı arzular bitmir, bir-birinin dalınca gəlir. Bulud da deyir, mənim xəyalımın kərvanıdır. Səma ki deyir, mənim hissimin aşiyanıdır. Öz hissinin aşiyanıdır. Yəni mənim hisslərimin bir yığınıdır. Bir yığın hissim var deyir. Bir yığın, bir çox hissinin çoxluğunu bildirir. Aşiyan yəni çoxdur, hissimin yığınağıdır, çoxluğudur. Böyle bir səmadan necə əl çəkim? Mən deyir, belə bir səmadan, belə bir yəni o buludu olan, çırağbanı olan, o hisslərimin yığımı olan deyir. Belə bir səmadan deyir, mən necə əl çəkim? Xəzan acısına edib təhəmmül, gülün kölgəsində ötəndə bülbül. Yəni o payızı çatdırır ki, deyir, onun xəzan acısına təhəmmül eləyəndə, təhəmmül dözəndə, yəni deyir, gülün kölgəsində bülbül deyir, ötəndə yəni uçub qaçanda yox. Oxuyanda, ötmək, bülbülün ötməyi, yəni oxuyanda, bülbül deyir, o gülün kölgəsində oturub oxuyanda, o xəzanın acısına deyir, təhəmmül etməyəndə, dözməyəndə, həyat deyib, deyir, insanın ürəyi deyir, könülü çırpınır, insan həyat deyir, o bülbülün oxunuşlarını dinləyəndə. Mən deyir, bu könüldən, sevdadan necə əl çəkə bilərəm? Sən aldın aşını yeni hisslərdən, ey cavan qələmim, düşmə bəhərdən. Cavan qələminə burada neyniyir? Müraciət eləyir. Cavan qələminə müraciət eləyir. Sən deyir, aldın öz aşını, aşını deyəndə yəni dost, yaxın yoldaş kimi götürür burada. Sən aldın deyir dostunu yeni hisslərdən. Ey cavan qələmim, qələminə müraciət eləyir ki, düşmə bəhərdən, yəni gücdən düşmə. A dostlar, ay dostlar, yəni o dostlarına müraciət edir ki, a dostlar, söyləyin, mən bu hünərdən, bu təbi vəladan necə əl çəkim? Yəni onu çatdırır ki, dostlar deyir, söyləyin deyir, görüm. Mən bu deyir, yəni təbi vəladan, şair burada təbinin deməli ali olduğunu bildirir. Yəni öz təbinin təbi vəladan. Yəni mənim təbim o qədər yüksəkdir, öz təbinin yüksəkliyini bildirir. Yüksəkliyini çatdırmaq istəyir ki, çox olduğunu bildirir ki, təbi vəladan necə əl çəkim? Yəni onu öz könlündən bir məcnun kimi sorur da, deyir, öz könlündən sorur ki, yəni bu Leyladan necə əl çəkim kimi? Bu da deyir, mən öz dostlar deyir, mən öz hünərimdən, mən bu deyir, təbi vəladan deyir, necə əl çəkim? Bu şəkildə çatdırır. Bu şəkildə bunu çatdırmağa çalışıb ki, yəni mən də əl çəkə bilmirəm həyatın bu gözəlliyindən. Ən çox da xoşum gələn bənd mənim elə bu son bənddir ki, yəni bu son bənddə təbinin aliliyini çatdırır. Təbinin aliliyini çatdırır ki, mən bu təbi vəladan necə əl çəkə bilərəm? Yaxşı, şeiri oxuduq, şeiri təhlil etdim sizin üçün. Mən elə gəlir, burada anlamadığınız, başa düşmədiyiniz bir şey qalmadı. Çox gözəl şeirdir. Gəlin indi şeir haqqında sizə biraz məlumat verim. Əsərdə deməli, baxırıq ki, əsərdə nə var? Narahatlıq var, təlaş hissləri duyulur. Şair yəni bu şeiri yazarkən təlaş hissləri duyuldu, narahatlıq olubdu. Şeir hansı ildə yazılıb, neçənci ildə yazılıbdı? Şeir yazılıb deməli, şeir yazılıb 1935-ci ildə. Nə vaxt yazılıb? 1935-ci ildə yazılıbdır. Və şeir 10 bənddən ibarətdir. 10 bənd.
10 bənddən ibarətdir. Və hər bənddə də misraların sayı nə qədərdir? Baxırıq, baxın, hər bənddə də görürük ki, misraların sayı nə qədərdir? 1, 2, 3, 4. Neçə bənddən ibarətdir? 4 bənddən ibarətdir. Deməli, şeir şəkli nədir? 4-lükdür. Və hər bənddə heca sayı nə qədərdir? Yenə baxırıq, hansı bənddən istəsək götürə bilərik. Baxınız, dan yeri sökülmüş kimi. Baxırıq, neçə dənədir? Baxınız, dan yeri sökülmüş kimi. Deməli, nə qədər? 11 hecadan ibarətdir. Yəni, nə deməkdir? Bu qoşma formasında qafiyələnib. Hər bəndi deməli 4 misradan və hər misrası da 11 hecadan ibarət olan şeir formasıdır və 10 bənddən ibarətdir. Və baxırıq ki, qafiyələnməsi necədir? Gündən gözəlləşən, deməli, mən gündən günə bu gözəlləşən nədir burada? A. Necə əl çəkim? B. Göylə əlləşən, gözəlləşən, əlləşən. A. Həm qafiyədir. Və çəkim, əl çəkim B. Deməli, A, B şəklində qafiyələnibdir. Digər bəndə baxırıq, qoşmadır. Deməli, Şəbnəmdə yaz səhərində gedək, deməli, burada C. Günəş kimi parla yerində, yaz səhərində parla yerində, ətəklərində C və əl çəkim B. Deməli, şeirin qafiyələnməsi necədir? A, B qoşma şəklində qafiyələnibdir və görürük ki, ikinci bənddə də C və ikinci bəndin sonuncu misrası gəlib birinci bəndin deməli dördüncü misrası ilə həm qafiyələnib və bu bütün bəndlərdə belədir. Görürük ki, D 3 dənə kimi gəlir və sonuncu gəlir. Növbəti deməli ondan əvvəlki bəndin sonuncu misrası ilə qafiyələnir. Deməli, qafiyələnmə şəkli bu şəkildə. Daha sonra şeirin müəllifi burada özü danışır şeiri və şeirdə özü danışır, bir digəri danışmır, özü danışır və özü ifadə eləyir. Bütün bədii ifadə və təsvir vasitələrindən gen bol şəkildə özü danışaraq ifadə etmişdi, bildirmişdi. Əsərdə nə var? Epitetlər var. Diqqətlə baxın. Əsərdə nə var? Epitet var, görürük. Epitet var əsərdə. Harada da əsərdə? Məsələn, burada deyir ki, işıqlı dünyadan necə əl çəkim, göylə əlləşən, sonra deməli, baxırıq burada, baxın, nə var burada? Ayna bulaqlar, ayna bilirik ki, nədir? Güzgü deməkdir də, düzdür, o güzgü bulaqlar, dupduru suyunu burada ayna bulaqlar kimi təsvir edibdir. Ayna bulaqlar burada epitetdir. Bədii sual demək olar, bütün bəndlərdə var, görürsünüz. Bədii sual nədir burada? Dostdan aşinadan necə əl çəkim, bütün bəndlərin sonunda bədii sual veribdir. Bütün bəndlərin sonunda bədii sual verib. Deyər ki, bədii sual bütün bəndlərdə yoxdur. Bu səhvdir. Bədii sual bütün bəndlərdə verilibdir. Bunu qeyd edir. Şair bu şeiri ilə deməli ona doğru gələn o ölümü hiss eləyir. Onun deməli öz sonunu hiss eləyir, öz faciəsini hiss eləyir bu şeiri ilə. Və burada bir yer də var. Baxın, təbiət varlıdır, təbiət xəsis. Təbiət varlıdır, təbiət xəsis. Görürsünüz, burada bir həm metafor yaradıbdır, həm də bir təzad var burada. Bayaq təzadı sizə dedim. Bir də metafor yaradıbdır burada. Təbiət varlıdır, təbiət xəsis. Yəni, varlı olmaq, xəsis olmaq kimə aiddir? İnsana aiddir. Amma burada təbiət üzərində verilib deyə bir metafor var. Bir də ki, nə var burada? Təzad. Təzad yaradıb. Varlı, xəsis də təzaddır. Sonra gecədən gündüzdən, baxın burada verib, gecədən gündüzdən, aydan, günəşdən. Bunlar hamısı, görün, bahardaydı o. Aydan, günəşdən, baxın, deməli, görürük ki, burada gecədən, gündüzdən,
aydan, güneşdən, gecədən, gündüzdən. Nədir bu? Təzad yaradıb burada gecə, gündüz, təzad və aydan, güneşdən, ay, güneş. Bu da təzaddır, bu da təzaddır. Yadınızda qalsın. Deməli, gecə, gündüz təzaddır, aydan, güneşdən təzaddır. Sonra təbiətdə varlı, xəsis təzaddır. Amma təbiətin varlı olması, təbiətin xəsis olması bu bir metafordur. Ümumiyyətlə demişəm ki, şeir varsa, önceki videolarda demişəm, harda şeir varsa o şeirlərdə nə var? Yadınızda qalsın ki, inversiyalar mütləq var. İnversiya var. Sonra deməli, təkrir var, baxırıq. Bir yanda tərlanlar, dumanlı dağlar, bir yanda kəkliklər, ayna bulaqlar, bir yanda bülbüllər. Görürsünüz, burada təkrirlər var, təkrarlama gedibdir. Sonra şair sonra müraciət eləyirmi şeirdə? Bəli, şeirdə müraciət eləyir şair. Özünə müraciət varmı? Görürük ki, özünə müraciət yoxdur. Kimə müraciət eləyir şair burada? Deməli, könlünə müraciət eləyir. Könlünə baxın. Burada deməli, şair görürük ki, könlünə müraciət eləyir. Qoyun, silim, təmizləyim sizin üçün. Aha. Deməli, burada görürük, baxın, könül günəş kimi parla yerində. Könlünə müraciət edir. Könlüm günəş kimi deyir, parla yerində. Müraciət edir və ona günəş kimi parlamağı məsləhət görür ki, sən bir günəş kimi yerində parla. Sonra burada verir, dostlar bir cəbhəyə tökülmüş kimi. Görürsünüz, belə bir yer veribdir. Yəni, burada nəyi bildirir? Dostları bir cəbhə əskəri kimi təqdim eləyir ki, dostlar bir cəbhədəki əskərlər kimi onları bizə təqdim eləyir. Bir cəbhəyə düzülmüş kimi onları göstərir. Sonra beyaz köpükləri göstərir. Burada deyir ki, beyaz köpükləri bir çiçək yapan, baxın, beyaz köpükləri bir çiçək yapan, gördünüzmü? Bu cümlədə bir çiçək yapan, yəni şeir və xülyadır deyir. Görürsünüz, beyaz köpükləri bir çiçək yapan şeirdən, xülyadan necə əl çəkim? Yəni o beyaz köpüyü yaradan nədir? Şeirdir, xülyadır. Mən o köpüklərə baxıram deyir. Oradan şeirlər yazıram. Ona baxıb yəni ilhamlanıram, şeirlər yazıram. Xəyallarım çoxalır. Yəni o beyaz köpüklərin bir çiçək yapdığı o şeirdən, xülyadan deyir. Mən necə əl çəkim? Sonra ulduzlar könlümün nəyidir deyir? Ulduzlar könlümün çırağbanıdır. Bir təşbihdir. Ulduzu öz könlünün çırağbanı hesab edir. Bulut xəyalımın kərvanıdır. Səma ki hissimin aşiyanıdır. Hissimin yığınıdır. Hissim o qədər çoxdur ki, o yığınlar deyir. Yəni, səma mənim hissimin yığınıdır. Deməli, səmanı öz hissinin yığımına bənzədir. Buludu öz xəyalının kərvanına. Buludlar, bax, xəyallarım çoxdur. Biri arzularım, xəyallarım çoxdur. Arzunun biri ölür, biri doğur. Biri ölür, biri doğur. Biri yerinə yetdikcə biri təzdən yaranır. Təzdən günbə-gün başqa şeylər gör. Çoxluq, burada kərvan. Yəni, bu nə ilə gedir? Xəyalımdan. Sonra ulduzlar fikrimin çırağbanıdır. Ulduzlar neynir? İşıq saçır da. Çıraq sözü ilə yadınıza salın. Ulduz işıq verir. Yəni fikrimin çırağbanıdır. Sonra görürük ki, müəllif deməli, müəllifin özünə sonda dedik ki, müraciəti varmı? Müəllifin özünə müraciət yoxdur. Baxın, özünə, yadınızda saxlayın, özünə müraciət yoxdur. Yoxdur. Özünə müraciəti yoxdur. Dostlarına müraciət edir. Bəs şeirdə müraciət varmı? Təbii ki, şeirdə müraciət var. Kimə müraciət edir? Burada dostlarına müraciət edir. Görürsünüz, ey cavan qələm, ey cavan qələmim, qələminə müraciət edir. Dostlarına müraciət var, qələminə müraciət var, cavan qələmim deyə müraciət edir. Cavan qələmin özü də nədir? Epitetdir. Qələm yəni cavan olmur, düzdürmü? Ona görə də cavan sözü burada epitet götürülür. Cavan qələminə müraciət edir, dostlarına müraciət edir, könlünə müraciət edir. Sonra burada mühəndis vardı. Mühəndisə müraciət edir. Yaratmışdı ki, deyir, sən ey mühəndis, qoy görüm haradaydı o, hə. İşlədərkən onu sən ey mühəndis, görürsünüz, mühəndisə müraciət edir burada. Bunlara müraciət var. Sonra müraciətlərin veribdir bu hissələrdə. Sonra necə əl çəkim? Necə əl çəkim deməli? Burada nədir? Baxın, rədifdir.
Rədifdir, necə əl çəkim, bunu unutmayın. Nədir rədifdir? Rədif bilirdik ki, qafiyədən sonra gələn sözlərdir. Necə əl çəkim rədifdir. Bax, aşinadan, qovğadan, səhradan, gör, hamısı qafiyədən sonra gəlir. Mənadan, tamaşadan, fəzadan, xülyadan, səmadan, sevdadan, təbi vəladan necə əl çəkim. Hamısı görürsünüz qafiyədən sonra gəlir və bütün bəndlərdə görürük ki, rədifdən istifadə eləyibdir. Bütün bəndlərdə rədif vardır və necə əl çəkim rədifdir. Da aşinadan necə əl çəkim yox, necə əl çəkimlərdir rədif, yadınızda qalsın. Sonra şair deməli nədən əl çəkmək istəmir? Nədən necə əl çəkim deyir? Bax, deyir, dostdan necə əl çəkim, aşinadan necə əl çəkim, qovğadan deyir, ağaran səhradan deyir, sonra mənadan deyir, tamaşadan deyir, əngin fəzadan deyir, şeirdən, xülyadan. Mən yəni bunlardan hissdən, mənadan, təbiətin tamaşasından, o tamaşalardan təsvir edir, təbiətin tamaşasından, əngin fəzadan. Mən bunlardan necə əl çəkim deyir, bunları bildirir. Sonra könül deyir, həyat deyir. Bunları çatdırır burada. Həyat deyir. Həyat nədir burada? Rədifdir. Könül həyat deyir. Bax, təkrarlayır. Həyat təkrirdir. Deməli, amma şeir dedik ki, rədifdir. Şeirin adı nədir? Həyat sevgisidir, düzdür. Birdən belə bir testdə sual düşə bilər ki, şeir rədif əsasında adlandırılıb. Xeyr, şeir rədif əsasında adlandırılmayıb. Rədif əsasında adlandırılmış olsaydı, şeirin adı olardı necə əl çəkim. Yəni, rədif nədirsə, o da şeirin adı olardı. Şeir rədif əsasında adlandırılmayıb. Şeirdə rədif var, necə əl çəkim. Həm də bu necə əl çəkim rədifdən başqa yadınızda qalsın, bədii sualdır. Həm rədifdir necə əl çəkim, həm də bədii sualdır. Hər ikisi də həm rədifdir, həm bədii sualdır. Yaddan çıxartmayın. Amma şeir özü rədif əsasında adlandırılmayıb. Bunu unutmayın. Heca vəznində yazılıb və dörtlük şeir şəklindədir. Mənə elə gəlir ki, həyat sevgisi haqqında bütün məlumatları verdik. Gəlin məzmun üzrə işdə. Baxaq birinci sualımıza, görəyin orada birinci sualda bizdən nə istəyir? Birinci sualda əsəri səssiz oxuyun. Mən lap səslə sizi üçün oxudum. Səssiz şəkildə də bir zəhmət özünüz oxuyun. Sonra ikinci suala baxırıq. İlkin təəssüratınızı siniflə bölüşün. Təbii ki, əsəri oxuyuruq. Nə görürük burada? Əsəri oxuyuruq və görürük ki, əsərdə deməli həyatın gözəlliklərini göstərir. Əsər ümumiyyətlə təlaş var əsərdə, əsərdə bir qorxu hissi var, ölümünü hiss eləyir, o faciəni hiss eləyir, bilir ki, öldürüləcək, bilir ki, ölümə gedir. Onun üçün bu gözəl həyatı gözünün qabağına gətirir. İnsanları, bu dostları, fəzanı, səmanı, günəşi, ayı, bu həyatın gözəl tamaşasını, hətta səhranı, qovğanı, sevdanı, xülyanı, bütün xəyallarını, hamısını gözünün qabağına gətirir və bunları deyir ki, təbi vəladan, yəni bütün bu təbi vəladan deyəndə nəyi nəzərdə tutduğu, yəni bütün bu olanların hamısını birləşdirir, bir şəkildə götürür ki, mən bu təbi vəladan, bütün bu gözəlliklərdən mən necə əl çəkim deyir. Bu yığnağın göstərir də, təbinin çoxluğunu göstərir, təbinin çoxluğunu çatdırır ki, mən bu təbi vəladan, mənim bu təbim çoxdur, yəni hələ yazmaq istəyirəm, hələ yaratmaq istəyirəm, mən bunlardan necə əl çəkim? Bunu çatdırmaq istəyir. Təəssüratım budur ki, şeiri oxudum və şairin duyğularını, hisslərini bu şeiri oxuyanda duymamaq olmur. Yəni onun ölüm qabağı yazdığı bu şeir təbii ki, onun qorxusunu, təlaşını bizə çatdırır. Təəssüratlarımız bu oldu. 5 qrupa bölünün deyir. Hər qrupa deməli, hər qrup 2 bənd üzərində işləməklə 2 hissəli gündəlikdə deyir qeydlər aparır. Əsərdə diqqətinizi daha çox cəlb eləyənlər nə olubdur? Diqqətimi əsərdə ən çox cəlb edənlər bu hissəyə yazacaq, bu hissədən qeyd eləyəcək. Təbii ki, elə dəftərdə bu şəkildə cədvəli çəkin, 2 hissəyə bölün və bu hissədən qeyd eləyirik. Diqqətimi ən çox cəlb edənlər nə olubdur? Təbii ki, şairin həyatda və təbiətə olan
sevgisi olubdu. Şairin həyata, təbiətə olan sevgisi olubdu. Dostluğu olubdu. Sevgini, insanlıq duyğularını gözəl tərənnüm etməsi olubdu. Sonra təbiət təsvirləri, günəş, dağ, çay, ulduz şeiri, ulduz ümumiyyətlə şeiri daha da gözəlləşdiribdi, daha da gözəlləşdirib. Ümumilikdə götürəndə diqqətimi ən çox cəlb eləyən nə olubdu? Şairin həyata bağlılığı, təbiətə bağlılığı, insanlara bağlılığı olubdu. Bu şəkildə bura qeyd edirik. Və bunun səbəbini nədə görürəm? Bunun səbəbini nədə görürəm? Təbii ki, şairin həyatdan zövq alması, gözəllikləri duya bilməsində görürük. O çətinliklərdən çox həyatı öz keşməkeşləri ilə, ağırlığı ilə belə o həyatdan zövq alırdı. Gözəllikləri duya bilirdi. Bunları duya bilməsində görürəm. Səbəbini bunda görürəm. Deyir, gəldiyiniz nəticələri bir təqdimatlar əsasında yazın. Təqdimat əsasında çatdırın. Təbii ki, eləyək bir nəticə, hansı nəticəyə gəldi? Məsələn, belə bir nəticə çıxara bilirik ki, burada şair Mikail Müşfiq, deməli, Mikail Müşfiq həyatın, təbiətin, sonra dostluğun, sevginin gözəlliyini dərin hisslərlə yaradıbdı bu şeirdə. Dərin hisslərlə. Bilirsiniz necə? Elə bilin ki, o dostluğu dərk eləməyənə dostluğu dərk etdiribdi. O həyatın gözəlliklərini duya bilməyənə həyatın gözəlliklərini çatdırıbdı. Həyatın keşməkeşlərindən sıxılan insanlara o keşməkeşləri duymağı çatdırıb ki, insan üçündür, bu narahatçılıq da insan üçündür, olar olmaz da insan üçündür, qadağalar da insan üçündür. O həyatın düşüb qalxan pillələri insanlar üçündür, o gözəlliyi çatdırmağa çalışıb. O təbiətin gözəlliklərini çatdırmağa çalışıb ki, bir başınızı qaldırıb səmaya baxın. Səmadakı gecə o ayı, gündüzlər o günəşi görün. Gecələr o ulduzların bərq vurduğu o işıqları görün. Onları çatdırmağa bizə çalışıb da. Ona görə də gəldiyimiz nəticəyə qısa şəkildə nə yaza bilərik? Yaza bilərik ki, şair Mikail Müşfiq həyatın, təbiətin, dostluğun, sevginin gözəlliyini dərin hisslərlə yaradıb bu əsərdə. Gözəl hisslərlə tərənnüm edib bu əsərdə. O həyatdan ayrılmaq istəmir. Bunu açıq-aşkar görürük bu şeirdə. Və o insanı həyatın hər anını sevgi ilə yaşamağa çağırır. İnsanı sevgi ilə yaşamağa çağırır. Həyatın hər anından zövq almağa çağırır. Daha sonra baxırıq 5-ci suala. 5-ci sualda deyir ki, deməli, mövzulardan birini seçib şifahi təqdimat hazırlayın. Şifahi şəkildə bir təqdimat istəyir bizdən. Deməli, şeirin ən çox sevdiyim deməli, bəndləri hansı oldu? Mən şeirin ən çox sevdiyim bəndi deyərdim ki, son bənddir. Bir yağda bunu səsləndirdim sizin üçün. Bayaq da səsləndirdim. Şeirin son bəndidir. Deyəcəksiniz niyə görə? Çünküsünü verək. Çünki burada bizdən soruşur ki, hansı bəndini bəyənirsiniz? O haqda bir təqdimat hazırlayın. Şeirin son bəndini bəyənənlər və yaxud digər bəndini bəyənənlər özləri qeyd etsin. Hansı bəndi bəyənirsinizsə. Məsələn, mən son bəndini bəyənirəm. Ona görə də təqdimat əsasında bu bəndi köçürdəcəm dəftərimə və necə yazacağım? Yazacağım ki, ən çox sevdiyim bənd son bənddir. Çünki bu bənddə həyat sevgisi və gəncliyin gözəlliyi ifadə olunur. Bu bənddə şair deməli, öz xəyallarının, öz hünərinin həddindən artıq çoxluğunu çatdırmağa çalışır. Bu bənddə şair sonda öz qələminə də müraciət edir. Öz qələmini cavan adlandırır. O cavan qələmin timsalında özünü göstərir ki, mən yəni cavankən bu həyatdan gedirəm. Mənim qələmim də hələ cavandır. Nə yazdı ki mənim qələmim? Yəni yazdıqlarım kifayət etmədi. Mənim demək istəyir ki, hünərdir, xülyalarımdır. Bunlar çoxdur hələ. Hisslərim çoxdur. O hisslərdən doymadım. O hisslərinin təbi vəlasını çatdırmaq istəyir. Çoxluğunu çatdırmaq istəyir. Ona görə də o qələmin cavanlığı da bir növ onun yəni bu həyatdan cavankən getməyini təmsil etdiyi üçün tam şəkildə müəllifin bu bənddə özünü
büruzə verməsi, özünü tam şəkildə, tam bütöv şəkildə göstərə bildiyinə görə bu bənd məni daha çox, deməli, hissimə toxunur. Bu bənd məni daha çox, deməli, sevgimi qazanır. Mən bu bəndi daha çox sevirəm. Ola bilər ki, kimsə desin ki, müəllimə, mən birinci bəndi çox sevdim. Birinci bəndi, ola bilər birinci bəndini sevənlər də var. Baxaq görə birinci bəndi nəyə görə sevmək olar? Ah, mən bu gündən günə gözəlləşən işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Çox gözəl yazıbdır. Təqdimat yazırıqsa, şeirin bu bəndini köçürdəcək və yazacaq ki, həyat sevgisi şeirinin ilk bəndi məni özünə cəlb etdi. Niyə görə? İlk bənddən şairin həyatdan necə əl çəkim deməsi mənə bir yanğı ilə təsir eləyir. Şair işıqlı dünyadan əl çəkmək istəmir. Yerlə, göylə çarpışdığını göstərir ki, yerlə göyün arasında qalıbdır. Bu yerlə göyün arasında o çarpışır. Onun əlindən heç nə gəlmədiyini göstərir. Bu dostlarından, aşinalarından, dost aşina da dost deməkdir, yaxınlarından ayrıla bilmədiyini göstərir. Ona görə bu şeir mənim bu bənd daha mənə, yəni ilk bənddən belə yanğılı olması şairin bu cür həyata o göylə yerin arasında çarpışıb qalması və əlindən bir işin gəlməməsi. Görürsünüz, əlləşmək nə deməkdir? Çarpışmaq. Yəni mübarizə aparıramı əlindən bir işin gəlməməsi, heç kəsin ona gücü çatmaması göstərildiyi üçün dostun, aşinanın da belə ona gücü çatmadığını, o dostdan, aşinadan ayrılmaq istəmədiyini bir yanığı ilə göstərir. Ona görə də birinci bənd mənə daha çox təsir etdi. Bu bəndlərdən, yəni digərlərində özünüz istədiyiniz kimi göstərə bilərsiniz. Demək olar ki, dediyim fikirlər bütün bəndlərdə az bir şəkildə də olsa özünü göstərir. Bütün bəndlərdə ortaq məxrəc budur ki, o həyat sevgisindən, həyat dolu sevgidən əl çəkmək istəmir. Daha sonra B bəndində nə deyir? Şeirin müəllifi haqqında məndə hansı təəssürat yarandı? Şeirin müəllifi haqqında hansı təəssürat yarandı? Təbii ki, müəllif Mikail Müşfiqdir. Müəllifin həyatı, təbiəti və onun deməli dostlarına olan dostluğu, onun həyata olan sevgisi elə bir duyğusal şəkildə bu şeirdə öz əksini tapıb ki, sanki şair həyatın anlamını öyrədir insana, şair həyatı anlamağı öyrədir insana. Mən yəni şairin bu şeirini oxuduqca sanki bu şeir vasitəsilə həyatı necə sevmək lazımdır. Yatmışdım, elə bir yuxudan ayılıram. Bu kimi bir təəssürat yaranır insanda ki, mən yatmışdım, elə bir yuxudan ayılıram ki, məni sirkələyir bu şeir ki, ayıl, gör həyat necə gözəldir. Başını göyə qaldır, bax gör günən göy necədir. Yəni ayağının altındakı çəmənliyə bax, ətrafındakı, sağındakı, solundakı ağaclara bax, dağa bax, ayna bulaqlara bax, göydə uçan o quşlara bax. Bunları çatdırır bizə. Ona görə də şairin müəllif haqqında məndə yaranan təəssürat müəllifin təbiəti öz keşməkeşləri ilə sevməsi. Məndə bu hiss yarandı ki, şair həyatı mənə bu şeirlə anladır və şair deyir ki, insan bu gözəlliklərdən ayrılmamalıdır. Onları qorumağı bacarmalıdır. Müəllif haqqında məndə yaranan təəssürat odur ki, şair bu həyatı hər kəsin sevə biləcəyi qədər sevməyibdir. Daha çox sevibdir. O göydə uçan quşdan həzz alıbdı. Ətrafındakı ağacdan həzz alıbdı. Yaşıl ağacdan bir həzz alıb, qurumuş ağacdan bir həzz alıb, zövq alıb. Yəni o təbiəti daha çox sevibdi. İnsanları tam başqa cür sevibdi. Yəni şairin həyata olan bağlılığını təsəvvür elədim. Təəssüratımda bu yarandı. Şairin yəni hər kəsi sevə bilməyəcək dərəcədə həyatı sevə bilən insan obrazı yaradıb şair mənim xəyalımda. Bu şeiri ilə elə bir insan obrazı, yəni şairi bu şəkildə təsəvvür eləyirəm ki, o heç kəsin sevə bilməyəcəyi dərəcədə sevib həyatı. O dərəcədə ölüm qabağı o bütün yəni hisslərini açıq-aşkar
bədii sual şəklində necə əl çəkim deyib bütün həyatını çatdırmağa çalışıb bizə. Evdə işləyilən belə bir mövzu verilir. Müxtəlif mənbələrdən, internetdən topladığınız məlumatlar əsasında Mikail Müşfiqin həyatının son illəri mövzusunda təqdimat hazırlayın. Mikail Müşfiqin həyatının son illəri. Belə bir təqdimat deyə bilərik, belə bir təqdimat verə bilərik ki, Mikail Müşfiq dedik ki, nə vaxt anadan olub? 1908-ci ildə anadan olubdu Mikail Müşfiq. 1908-ci ildə Bakı yaxınlığında, yəni Xızıda demək olar ki, Xızıda, Bakı yaxınlığında anadan olubdu və Azərbaycan poeziyasının ən parlaq və azad düşüncəli şairlərindən idi. Bunu önəmliklə vurğulayıram. Azad düşüncəli şair idi, azad düşüncəli şair idi, düşündüyünü yazırdı, azad şəkildə yazırdı və bu azad düşüncəsinin də qurbanı olur Mikail Müşfiq. Yazdığı şeirlərə görə onu qurban götürürlər və 1937-ci ildə o repressiyanın qurbanı olur. Hansı ildə? 1937-ci ildə Sovet hakimiyyəti dövrü idi və 1937-ci ildə bu azad fikirlərinin qurbanı olur, repressiyanın qurbanı olur və onu xalq düşməni adı altında xalq düşməni deyilən bir damğa vurulur ona ümumiyyətlə və həbs olunur. Şair günahsız olsa da həmin il o güllələnir və Nargin adasında, Azərbaycanın Nargin adası, Xəzərdə yerləşən Nargin adasına aparılır və xalq düşməni adlandırılır və şair günahsız olsa da elə həmən il həbs olunduğu ildə də güllələnir. Amma ölümündən uzun illər sonra isə deməli bir gizli saxlanılır ki, gizli saxlanılmış bir sir üzə çıxır ki, ona bir bəraət qazandırırlar ki və o bəraət qazandırılır ki, yəni Mikail Müşfiq haqsız şəkildə öldürülmüşdür. Amma artıq gec idi. Çox illər sonra olur bu, bəraət qazandırılır. Mikail Müşfiqin son günlərində də deməli ümidini və azadlıq sevgisini itirməmişdi. Ona görə də o ömrünün son günlərində də beləcə bir azadlıq sevgisini, amma bu şeirdə görürük ki, artıq o burada onun ümidi də itib, o bu faciəyə hazırdır, artıq o ölümünü gözü qabağına alıbdı və son dövrünü demək olar ki, həyatının son yazdığı demək olar ki, deyəndə son yazdığı şeiridir bu şeir və bundan sonra artıq o öldürülübdür. Və Mikail Müşfiqin deməli xanımı Dilbər olubdu, Dilbər Mikailzadə və Dilbər xanım öz bu Mikail Müşfiqin şeirlərini toplayıb və onu bir kitab şəklində nəşr elətdiribdi və bu işdə də köməklik eləyən ona Rəsul Rıza olubdu və Rəsul Rıza da Mikail Müşfiqlə çox yaxın dost olublar və Mikail Müşfiq haqqında onun deməli Rəsul Rızanın Mikail Müşfiq haqqında deməli Qızılgül olmayaydı adlı bir poeması var. Bu Qızılgül olmayaydı poemasını Rəsul Rıza Mikail Müşfiqə həsr eləyibdi. Qızılgül olmayaydı. Qızılgül olmayaydı poeması. Kim yazıb bunu? Rəsul Rıza. Rəsul Rıza yazıbdı. Rəsul Rıza Mikail Müşfiqin ən yaxşı dostu olubdu. Ən yaxın dostu olubdu. O zaman yəni repressiya dövründə qurban olanlar, xalq düşməni adı alanlara müəyyən insanlar ilə xalq şairlərinin özləri də, yazıçıların özləri də müəyyən vəzifə sahibləri qol çəkirdilər onun xalq düşməni adı altında damğalanması üçün. Amma Rəsul Rıza yəni onu çəkməmişdi. O dövrdəki insanlar da niyə görə çəkirdilər? Yəni onların özləri seçim qarşısında qalırdılar. Yəni Mikail Müşfiqi əslində qol çəkib xalq düşməni adlandırmaq istəməyiblər. Sadəcə olaraq
o Sovet dövrünün tələbinə görə ya onların özləri bu yolu getməli idi, ya da ki, yəni kimlərəsə qol çəkilməli idi. Repressiya qurbanlarından Hüseyin Cavid də repressiya qurbanıdır, Rəsul Rza da repressiya qurbanıdır. Və bir sıra belə bir insanlar var ki, onlar repressiyanın qurbanlarıdır. Deməli, Əhməd Cavad, repressiya qurbanlarıdır bunlar. Deməli, gedir Əhməd Cavad, yox, Əhməd Cavad getmir. Gedir Hüseyin Cavid, gedir Rəsul Rza. Bunlar repressiya qurbanlarıdır. Hüseyin Cavid'i demək istəyirdim. Hüseyin Cavid amma əsirlikdə ölür, sürgün olunur Sibirə və əsirlikdə ölür. Buna aid çəkilmiş kinolar da var. Hüseyin Cavid yaradıcılığı deyə bir kino olmalıdır və orada Hüseyin Cavid'in necə deməli gedib sürgün olunması, repressiya qurban olması göstərilibdir, baxa bilərsiniz. Və burada Rəsul Rza da dedi ki, Mikhail Müşfiqin ən yaxın dostlarından biri olub. Rəsul Rza repressiya qurbanı olmayıb. Mikhail Müşfiq olub, bir də Hüseyin Cavid olubdur. Bu haqda bir dəfə sizin üçün çəkərəm. Yəni repressiya qurbanları haqqında bir video hazırlayarım. Çox maraqlı. Yəni repressiya qurbanları haqqında olan video çox maraqlı olar. Çünki onlar, yəni o dövrdə olanlar müəyyən məlumatlar var, qadağalar var. Yəni o böyük bir mövzudur. Ona görə də bu şəkildə yazmaq, qeyd eləmək olmur. Bu qədər. Ümidvaram ki, videomuz xoşunuza gəldi. Çalışdığım qədər sizə tam şəkildə izah etdim. Yəni elə bir incəlik yer qalmadı ki, orada siz onları bilməyəsiniz. Bütün şeiri təhlil etdim sizə, hər bir şeyi çatdırmağa çalışdım. Növbəti videoda inşallah ki, şeirin deməli davamını işləyəcək. Bu qədər. Sağ olun. Növbəti videoda görüşərik. Hələlik.